bir neçə gün öncə internetdə abortla bağlı məlumat axtarırdım. Qarşıma çox qəribə bir statistika çıxdı. Deməli, Azərbaycan 2022 və 2023-cü ilin statistik məlumatlarına görə selektiv aborta görə dünyada bir çox dövlətlərdən öndədir. Hətta birincilərdən sayılır. Selektiv abort uşağın ana bətnində cinsiyyətinin müəyyən olduğu bir vaxtda uşağın tələf olunmasıdır. Bu prosesə selektiv abort deyirlər. Həqiqətən çox qəribədir. Necə olduq ki, biz adət və ənənələrimizlə öyünən bir topluluq olaraq bu cür acımasız bir prosesin iştirakçısına çevrilmişik. Cəmiyyətimizdəki insanlara desən ki, 15 əsr bundan öncə və yaxud 1500 il bundan öncə övladlarını diri-diri torpağa verilən insanlar var idi. Səbəb də nə idi? Eyni bizim günümüzdəki səbəblər. Və bizim insanlar çox təəccüblə yanaşır buna. Kimisi ona qəddar deyər, kimisi buna barbar deyər. Amma halbuki özləri də eyni prosesi yaşayırlar. 15 əsr bundan öncə insanlar niyə edirdilər bunu? Kimisi bunu tanıdığından dolayı, qız uşağı istəmədiyindən dolayı edərdi, kimisi də yoxsulluqdan dolayı bunu edərdi. Günümüzdəki, cəmiyyətimizdəki insanları da oturub analiz etsək görərik ki, niyə abort etdirirsən? Adam bu suala cavab verər. Maddi durumum aşağıdır, yoldaşım və yaxud qaynanam uşaq istəmir, karyeram, planlarımda yoxdur. Bu kimi səbəbləri ortaya qoya bilərlər. Yuxarı aşağı mahiyyət eynidir, düşüncə eynidir. Dəyişən isə həqiqətən də nədir? Məkandır və zamandır. 15 əsr öncə və 15 əsr sonra. Öncələri bunları bir kürək, torpaq həll edirdisə, bugün klinikalarda, tibbi mərkəzlərdə həkim əlində qayçı bu prosesi çox acımasız yerinə yetirir. Unutmayaq ki, İslam dini bu cür məsələlərə çox həssas yanaşmışdı və Allah Azza və Cəllə Quran-Kərimdə yoxsulluğa görə övladları öldürənləri qınayaraq deyir ki, azlıq qorxusu ilə övladlarınızı öldürməyin. Çünki onların da sizin də ruzinizi biz veririk. Başqa bir ayədə Allah Azza və Cəllə deyir ki, qiyamət günü diri-diri torpağa bastırılmış qız uşağı soruşulacağı zaman hansı günaha görə öldürüldü və eyni mahiyyəti abort etdirən kəslərə də ünvanlana bilər və onlara da soruşula bilər ki, diri-diri ana bətnindən qoparılıb alınan uşaqlar hansı səbəbdən görə öldürüldü? Elhamdülillahi Rabbil Alemin.